Dustaq yoldaşını öldürməyə cəhdi təqsirləndirilən Azər Şaliyevin cəzası ağırlaşdırılıb. Apellyasiya məhkəməsində keçirilən prosesdə onun cəzası 5 ildən 15 ilə qədər ağırlaşdırılıb. Yəni 2027-ci ildə azadlığa çıxmalı olan Azərin yeni cəzası 2039-cu ildə bitəcək. Xatırladaq ki, 2024-cü ildə Bakı Azadlıqlar Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılan məhkəmə iclasında belə qənaətə gəlinib ki, Azərin Şəhriyarı öldürmə niyyəti olmayıb. Buna görə də onun əməli qəsdən sağlamlığa az ağır zərər vurmaya tövsiyə edilərək 5 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin prosesdə məlum olub ki, Şəhriyar Azəri bağışlayaraq ifadəsində deyib ki, Dustaq yoldaşı onu öldürmək istəməyib. Azər isə Şəhriyarı öldürmək niyyətinin olmadığını, ona qarşı səhv hərəkətinə görə üzündə şıram buraxmaq istədiyini deyib. Tərəflər Bakı Azadlıqlar Məhkəməsində barışsa da, Bakı Apellyasiya Məhkəməsində yenidən üz-üzə gəliblər. Şəhriyar bu dəfə Azərdən şikayətçi olduğunu, Azərin onu öldürmək istədiyini deyib. Bakı Azadlıqlar Məhkəməsində Azərin xəstə anasını görəndə yazığım gəldi. Ona görə elə ifadə verdim. Azər məni öldürmə məqsədi ilə boğazımı kəsdi. Məni vurandan sonra onun ulğumunu vurdum. Ölmədi. Qeyd edək ki, hər iki şəxs eyni penitensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şaliyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxşəliyevin boğazına ülgüzlə ağır xəsarət yetirib. Hadisəyə səbəb kimi Şəhriyarın Azərin şəxsi dəftərinə baxması olduğu bildirilir. Məlumat üçün bildirək ki, hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şaliyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövrəsinə görə Bakı Azadlıqlar Məhkəməsində verilən hökmə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib. Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran Azadlıqlar Məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.